hoş geldiniz. Bugün Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının demək olar ki, hüdudları daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilibdir. Ben bilirəm ki, siz bugün buraya gəlmişsiniz. Hələ demək olar ki, yerləşməmişsiniz. Ancaq əlbəttə ki, indi gələn günlər ərzində tam burada yerləşib, öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Xoş gəlmişsiniz doğma vətəninizə. Bugün doğrudan da çok güzel bir gündür. Bugün Böyük Qayıdışın növbəti mərhələsidir. Bilirsiniz ki, Böyük Qayıdış proqramının başlanğıcını da biz Zəngilan rayonunda qoyduq. Birinci kənd, Ağalı kəndi artıq 3 il yarım ərzində insanlar orada yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən də Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyat yani sahələr sanki gözəl bir bağa çevrilir. Şimdi buranı biz keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağaçlıq yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qrup yaradırlar, əkib becərirlər. Dövlət nə lazımsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə yaşamışsınız. Köçkün həyatı çox ağır həyatdır. Ancaq artıq o günlər arxada qaldı. 5 ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bütün azad edilmiş torpaqlarda geniş quruculuq işləri gedir. O cümlədən Zəngilan rayonunda, yenə də deyirəm, birinci Böyük Qayıdış proqramını biz Zəngilan rayonundan başlamışdıq. Bugün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi, məktəb, xəstəxana, Zəngilan məscidi tikilmişdi, gözəl bir memarlıq əsəridir. Kongres mərkəzi, Zəngilan beynəlxalq hava limanı. Yəni bura, bu bölgə çox önəmli bir nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi oradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağ Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq, qurduğumuz şəhər və kəndlər bunu göstərir. Ermənilər, bəli, ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı. Biz isə qrup yaradan xalıq,
Biz düşməni öz torpaqlarımızdan qovmuşuq. İndi də öz doğma torpağımızda qurub yaradırıq, şərait yaradırıq, binalar tikirik, tarixi abidələr, məscidlər tikirik. Yəni biz bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Sizə də mən xoşbəxt həyat arzulayıram, bir də sizi təbrik edirəm. Açarların təqdim edilməsi mərasiminə başlayırıq. İlk olaraq Məbbədbəyli kənd sakinləri dəvət edilir. Süleymanov Süleyman İsmailov. Əlşarlı Əhliman Nizamov. Çok sağ olun. Abbasov Zakif Abbasov. Ərzeyev Səlimə Vaqif. Çok sağ olun. Nəbi Nərman Şirqavan. Muradova Cəmalə Bəhlul qızı. Həsənov Əlövsə Qadir. Hacıyev Nurhanə Nadir qızı. Cəfərov Pərviz Əsgərov. Mahmudov Nüsrət Məhəmmədov. Aliyev Səməd Katibov. Çok sağ olun. Allahquliyev Afət Abbasəli. Məhəmməd Şafi Qavalov. Əliyev Azər Xanoğlan qızı. Sercan sağ olun. Çok sağ olun. Səliyev Hikmət İsmailov.
Təbrik edirəm. Kuliyev Süleyman'ı Cemil. Təbrik edirəm. Falan günde Allah Söyleyerek. can sağlığı Sağ versin olun. inşallah. Teşekkür ederim. Ülkemizin adını çoğalsınız. Böyle güzel şartı bizim için yaratmışsınız. Teşekkür ederim. Allah olsun. ebeden sizden de mecbur Hoşça kalmadı yaşa. razı olsun. Çok sağ olun. Ve Mehrem Selamet Cavaroğlu. Təbrik edirəm. Sağ olun.